Növbəti sual 72-ci sualdır. Uyğunluq gözlənilmişdir. Nə yazır burada? Eramızdan əvvəl 2-ci minillikdə qədim Misir dövlətinin paytaxtı köçürülmüşdür Fivdən Memfisə. Təbii ki, bu səhvdir, çünki Memfisdən Fivə köçürülüb. Vahid Misir dövləti yarandı Firon Xeopsun hakimiyyəti dövründə. Bu da səhvdir, çünki Xeops eramızdan əvvəl 3-cü minillikdə yaşayıb. Amma Vahid Misir dövləti 4-cü minillikdən var. Bu da səhvdir. Ümumiyyətlə, Vahid Misir dövlətinin yaranmasını köhnə kitablarda verərdilər. İlk hökmdarını. C variantı, Hitlerlə sülh müqaviləsinin imzalanması 1-ci Tutmosun hakimiyyəti Mi- dövründə. Minanı verirdilər də müəllim Bəli, səhvdir. bəli, Salim müəllim, Minanı verdi. Hitlerlə sülh müqaviləsi imzalayan təbii ki, 1-ci Tutmos deyil, bu 2-ci Ramzesdir. Misir Makedoniya hakimiyyəti altına düşdü. Eramızdan əvvəl 4-cü əsrin birinci yarısı. Təbii ki, 4-cü əsr 400-351-ə əhatə edirsə, daha doğrusu 400-301-ə əhatə edirsə, onun ilk yarısı 400-351-ə əhatə edəcək. Bu cavabımız yanlış olacaq. Çünki nəzərə alsaq ki, Misri işğal edən Makedoniya İskəndərdir. Bəli, Makedoniya İskəndərinin hakimiyyəti bura düşmür. Qaldı ki, Y vardı. Bəli, bu bizim yeganə optimal variantımızdır. Belə.